Dostlar, yaxın oturun, sizə bir mənzərə danışacağım. Günlərin bir günü internetdə görürəm ki, belə bir videola paylaşıb, mən istifadə eləmirəm. Onun şamların içində rəqəmlərdir. Cübəcür rəqəmlər var. İndi sizə deyəcəm nə rəqəmlərdir, mən biləm belə. Deməli, alıcı və satıcıların orderidir. Hansı üstünlük təşkili odur. İngilis adını bilmirəm, özünüz biləsiniz. Və bir dənə soft var, adı yadımdan çıxdı. Videoda gördüm və o softu pulla insanlara satırlar ki, pulu da bunu algılan ki, sən şamların içindəki rəqəmləri görəsən. Məndə TradingView pulsuz versiyadır, amma mən sizə onun yerini göstərəcəm və izahını verəcəm. Həqiqətən çoxları TradingView'da qara cümədə 200 neçə dollara 13 aylıq alırlar, 1 illik alırlar. Ən ucuz vaxtı o vaxt olur. Təzəliklə də qara cümə qutardı. İndi isə biz buradan və mən orada yazdım ki, TradingView'da o instrument var. Yəni siz dediyiniz softu almağa ehtiyac yoxdur. Və mənə yazdı ki, həmən adam ki, elə bir instrument TradingView'da yoxdur. Və bəziləri də hansı ki, bəlkə çoxları TradingView'nu pul veriblər TradingView'ya ən azından. Ki, mən hələ verməmişəm, hələ qara cümə qutarmayıb, gözünüz Black Friday. Hələ qara cümə qutarmayıb, mən heç pul verib almamışam. Ehtiyac yoxdur, çünki işlətmirəm, onu gözlədəcəm. Sizə və şəkil kimi də izah edəcəm. Deməli, gəlir bu hissəyə, dostlar. Bu hissədə görürsünüzmü? Bizə lazımdır, bax. Bu. Görürsünüz, şəklinə də fikir verin. İndi məndə açılacaq, çünki mən görürsünüzmü, mən gözlədi ki, get ən azından premium götür, bir 30 günü pulsuz da olsa götür, onu gözlədi. Deməli, 30 gün pulsuz nədir? Çünki illiyi ödəyəndə bir ayda pulsuz verəcək. Neysə, o şimdi belə bir söhbətlər nəsə. İndi baxa, yəqin ki, elə olacaq. Fikir verin, gözlüyür, şamların içində gəlir, həmən seçdimdir, Pros İngiliz var mı, rəqəmlərdir. İndi bunları screen elədim, gözlədim sizin. Biraz böyütdüm, dostlar. Bax, fikir verin, bir dənə şamı götürək. Gözlüyür, şamın qırağında satıcı və alıcıların söhbətidir. Deməli, hansı yerdə satıcıların, şamın hansı yerdə satıcının orderləri çoxdur, yəni abiyom çox alıblar. Belə deyə də. Burada deməli 213 satıcı təşkil edir, 58 satıcı deyəndə 213 ədəd satılıb, 58 ədəd alınıb. Burada satış çox olub. Burada fikir verin, alış çox olub, satış az olub. Həm də ən çox şamın hansı yerində satış olub, ən çox alışlar hansı yerində olub. Fikir verin, bunlar rəqəmlər cübəcür. Bu 50-dir, göz 50'nin ağ rəqəmi. Və bu momentdə, əgər TradingView'nu sən götürmüsənsə, ehtiyac yoxdur, sən bir də pul verəsən, gedəsən, neysə alasan. Çünki bu artıq səndə TradingView'da bu instrument var. Bu instrumenti nəyə görə istifadə edirlər? Çünki bilmək istəyirlər ki, ən böyük abiyom hardadır. Onun üçün ehtiyac yoxdur TradingView'nu istifadə eləsinlər. TradingView'nu istifadə eləməyə ehtiyac yoxdur, dostlar. Onun üçün fikir verin, bu hissəyə gəldikdə burada gəlirik. Baba, fixed profil abiyom, bu var. Bizə lazım olan hissədə biz götürürük həmən bu instrumenti və buradan çəkirik. Tutalım ki, bu şamı götürəm ancaq, məsələn, bir dənə şamı. Və burada mənə belə bir xət düşür. Xət. Bu nə deməkdir? Burada şamda ən çox yerləşdirilən orderlərdir. Ən çox bu hissəsində. İndi gəlin bunun biz nastroykasına baxaq. Daxil olaq nastroykasına vururam. Fikir verin. İndi mən bunu bir dəqiqə buradan götürüm. Biraz sizin üçün geniş olsun da. Yəni belə deyə, abiyom kimi görə biləsiniz. Bəlkə elə buradan götürüm. Buradan götürüb bir balaca söhbət eləməyə marağımız olsun. Siz görə biləsiniz, yəni beləncik. Fikir verin. Çünki biraz çox şamları götürdüm, buradan bura götürdüm də. Siz görə biləsiniz. Bir şamı götürəndə biraz bu hissələri görə bilmişsiniz və anlaya bilmişsiniz. Burada deməli bir neçə dənə etap var.
Mənə ən vacib olan etap, ən çox order yerləşdirən yer bu hissədə. Buradır. İndi bunu da gələcəkdə biz necə işlətmək lazımdır, onu sizə deyəcəm. Deməli, bu hissədə bizdə yerləşdirilib ən çox orderlər. Deməli, nədir? Üstünə vurum, girim nastroykasına və buradan POC, adım bilmirəm İngilizcə nədir. POC var, yüksək, baba bunu qoşsam, yuxarı, ən yuxarı hissə. Yuxarı, ən aşağı hissə. Görürsünüz? Deməli, abiyon, baba bu hissədə. Bu boyda hissədən, buradan bura abiyon ən aşağı hissəsidir və ən yuxarı hissəsidir. Bunları mən istifadə eləmədiyimə görə ən çox bunu istifadə edə bilərik. Bu nədir? Bu, şamlar qalxdıqca hansı hissələrdə kimi bu hissələri gəlib, yəni geri dönüşdə bu hissələrdən qayıdış edə bilər. Axırda gəlib buradadır. Bunu da mən istifadə eləmirəm. Gələcəkdə sizinlə söhbət edəcəm. Bu instrument bizə bəs eləyir ki, şamların heç bir içinə baxıb toplam eləməyək. 3 sayı rəqəmlər gözümüzü ağrıtmasın. Atdıq, bunu götürdük ölçümüzü. Gələcəkdə bunu da necə istifadə eləmək lazımdır, sizə sirrini deyəcəm. Videonu bölüşün, paylaşın, takip atın ki, mən sizə tradingdə çox sirləri deyim. Əgər pulsuz sirləri əldə eləmək istəyirsə, videonu çoxlu paylaşmalar eləyin, like eləyin, bəyənin və mən sizə çoxlu sirləri deyəcəm. Əgər getdikcə çoxlu likelar, bəyənmələr olsa, paylaşımlar olsun. Görürsünüzmü? Bunun hansı bir momentdə düzgün istifadəsini deyəcəm sizə.